bir dəhşətli bir hadisə baş verdi. Deməli, İsveçrə, yəni Elşad bəyin yaşadığı ölkə, İsveçrə dövləti türklərin kütləvi deportasiyasına qərar verdi. İsveçrədə yaşayan türklər 23 may tarixində İsveçrə dövlətinin bu qərarını protesto edəcək. Burada artıq protesto edəcək. İsveçrədə türklər 23 mayda, yəni 3 gün sonra bu qərarı protesto edəcəklər. Niyə görə İsveçrə dövləti türklərin kütləvi şəkildə deportasiyasına başladı? Niyə? Yəni, dəxli yoxdur, siyasi sığınacağı var, yoxdur, oturumu var, yoxdur. Hamısını deport edəcəkləri qərarı veriblər. Açıqlama verilmir. Türklər deyir ki, güya İsrail dövlətinin və İsveçrədəki Yahudi diasporasının baskısı ilə deportasiya edilir türklər. Xəbəri İsveçrənin səsi Türk yayımı da paylaşıbdı. Bundan başqa bir dəhşətli xəbər də var. Deməli, İsveçrənin Luzerin şəhərində, budur, baxın, subutu da budur. Luzerin şəhərində, baxın, protestonu çəkən bir Alman jurnalistin qolunu qandallayıblar İsveçrədə. Bilirsiniz ki, İsveçrə Avropa Birliyinə aid olmayan ölkədir. Avropa Birliyinin ortasında olsa da Avropa Birliyinə aidiyyəti yoxdur. Yəni, və bu Avropa Birliyində çox böyük skandala, şok effekti yaradıb ki, bu nədir? Söz azadlığına zərbədir. Protestonu çəkən Alman jurnalisti sən həbs edirsən. Yəni, belə götürəndə indi Manaf Ağayevin Yahudi söhbətinə görə məhkəmələrdə süründürülməsinin indi səbəbini bildinizmi? Baxın, Yahudi lobbisi türklərin, yəni Erdoğan kimdir? Yahudilərin adamıydı. Necə ki İraqda Maliki Amerikan adamıydı, sonra saf dəyişdirdi. Eləcə türklər, Erdoğan, anası da Gürcistan İtalyan Yahudisi. Gördünüz, anası rəhmətə gedəndə getdi orada dəfn elədi. Hər nəysə. Yəni, Erdoğan istənilən kimi dəstək vermir. İlham Əliyev də dəstək vermir istənilən kimi. Amma mənə elə gəlir ki, İlham Əliyev ikili oynayır. İlham həmi tazıya tut deyir, dovşana qaç deyir. İrana deyir ki, bütün məxfi məlumatları verəcəyəm, sənə nə lazımdır dəstək verəcəyəm. Bu anlamda İsrail'ə də deyirsə, gizlin ərazimdən istifadə eləməyə icazə verəcəm. Gizlin. Ki, indi ortaya çıxdı, İraq ərazisində bir neçə Yahudi bazası çıxdı ortaya. Mossad'ın, İsrail ordusunun bazaları. İraq ərazisindən İranı vurmuşlar. İndi Azərbaycanda yoxdur. Azərbaycanda 4 dənə İsrail bazası var.